Xalq şairi Ramiz Rövşənin səhhətində problem yaranıb. Ramiz Rövşən bu barədə Qonaq canlı proqramında müsahibəsində deyib. Biraz ayağımdakı damarlarda problem var. Ona görə də çox çölə çıxa bilmirəm. Təhlükəli deyil, amma tədbirlərə getməyə, aktiv həyata mane olur. Amma yazmağa mane ola bilməz. Ömrümün sonuna kimi Elza Seyidcahana minnətdaram. Evlənən ərəfədə evim yox idi. Elza mənim əlimdən tutub Aydın Heydarovun yanına apardı ki, ona ev ver. Bu sözləri aparıcı Zaur Baxşəliyev bizimlə sən verilişində əməkdar artist Elza Seyidcahanla bağlı danışarkən deyib. O müğənninin ona etdiyi yaxşılıqdan danışıb. Etiraf edirəm ki, qarşıma çıxıb ən ağır sözləri desə belə başımı əyib keçib gedərəm. Ona heç nə demərəm. Mənə o boyda yaxşılıq edib. Aparıcı Elgiz Əkbər müğənni Səidə Dadaşovanın verilişə gecikməsinə əsəbləşib. İfaçı Elgiz Dezlə proqramına qatılarkən canlı yayıma gec girib. Elgiz bunu onun makyaj etməsi ilə əlaqələndirib. 2 saatlı Səidəni bəzəyib qutara bilmirlər. Türkiyədən gələn müğənnilər olanda çərləyirəm. Çox vaxt ayrılırlar. Bizimkilər hazır gəlir, bizi incitmir. Səhər oyanır, saç makyaj edir. Türk ifaçılar isə gəlib kanalda hazırlaşırlar. Verilişin yarısı gedib, amma hələ bəzənir. Səidə isə istəyir onu ayrı təqdim edək. Yalandan pərdə arxasında gizlənib ki, güya hazırlaşır.